Salam əziz izləyicilər. Biz bugün sizinlə Səfəvilər dövlətindən danışacağıq. Yəni Səfəvlərin Ərdəbil hakimliyi və Səfəvilər dövlətinin 16-cı əsr. İlk olaraq Səfəvlərin Ərdəbil hakimliyindən danışaq. Daha sonra gələk Səfəvilər dövlətinə. Deməli, Səfəvlərin Ərdəbil hakimliyində biz nələri bilməliyik? İlk olaraq Ərdəbil hakimliyi nə zaman yarandı? Səfəvlərin Ərdəbil hakimliyi yarandı 13-cü əsrdə. Kim tərəfindən? Şeyx Səfiyyəddin tərəfindən. Şeyx Səfiyyəddin, Əl-İshaq, Ərdəbili, Əl-Musəvi. Yəni, axı ki, Şeyx Səfiyyəddin tərəfindən yaradıldı 13-cü əsrdə. Daha sonra Şeyx Səfiyyəddindən sonra, yəni əsas biz başlayırıq Ərdəbil hakimliyinin tarixini öyrənməyə Şeyx Cüneydin dövründən etibarən. Yəni bir də bunu bilsək kifayət edir ki, 13-cü əsrdə Şeyx Səfiyyəddin tərəfindən yaradılıb və bu zaman Azərbaycan Hülakülər dövlətinin tərkibində idi. Deməli, keçək Şeyx Cüneydin dövrünə. Şeyx Cüneyd 1447-dən 1460-a qədər olub hakimiyyətdə. Şeyx Cüneydin dövründə nələr baş vermişdi? Deməli, Şeyx Cüneyd öz hakimiyyətini möhkəmləndirir və öz hakimiyyətini möhkəmləndirməsindən qorxuya düşən Qaraqoyunlu hökmdarı Cahanşah, yəni bunun hakimiyyəti dövrləri Azərbaycanda Qaraqoyunluların varlığı dövrünə düşür və xüsusən də Cahanşahın dövrünə. Hətta Cahanşah axı 1447-dən etibarən biz demişdik ki, neynəmişdi? Artıq Şahruh da ölüb, yəni tam müstəqil siyasət yeritməyə başlamışdı. Hətta Teymurilərlə belə münasibətləri yoluna qoymuşdu. Və 1447-dən də Şeyx Cüneyd gəlir. Bu öz hakimiyyətini möhkəmləndirəndə təbii ki, Cahanşah buna qarşı çıxacaq. Amma ona bir müttəfiq lazım idi. Hələ ki, Cahanşah Şeyx Cüneydə bir məhdudiyyət qoyub ki, yəni Ərdəbili tərk etməlisən. Görür ki, yəni bu Ərdəbildə hakimiyyətini möhkəmləndirib, deyir, Ərdəbili tərk etməlisən. Şeyx Cüneyd də 1449-da tərk eləyir Ərdəbili. Gedir hara? Misirə, Suriyaya, bir də Mesopotamiyaya. Deməli, Misirə, Suriyaya, Mesopotamiyaya. Oradan gəlir Diyarbəkirə. Diyarbəkirdə də həmin vaxtı kimlər idi? Mərkəzi Diyarbəkir olmaqla Ağqoyunlu feodal hakimliyi mövcud idi həmin dövrdə. Gəlir Diyarbəkirə, Diyarbəkirdə də kimlə? Deməli, dostluq münasibəti yaradır Uzun Həsənlə. Uzun Həsən, yəni həmin vaxtda hələ Ağqoyunlu dövlət deyildi də, feodal hakimliyi idi. Ağqoyunlu bəyliyi idi və Uzun Həsənlə deməli dostluq münasibəti yaradır, hətta qohumluq münasibəti yaradaraq Uzun Həsənin bacısı Xədicə bəyimlə evlənir. Yəni Ağqoyunlular kimi bir müttəfiq tapandan sonra özünə, yəni artıq özünə tərəfdar toplayandan sonra qayıdır təzədən Ərdəbilə və Şirvana, Dağıstana yürüş eləyir. Şirvana, Dağıstana yürüşlər eləyir və bu zamanda Şirvanşah hökmdarı kimdir? 1-ci Xəlilullah. Şirvana yürüş elədi. Bu zaman hakimiyyətdə 1-ci Xəlilullahdır. Həmin bu 1-ci Xəlilullah bayaq dediyimiz həmin o Cahanşahla birləşir. 1460-cı ildə Samur çayı sahili döyüşdə deməli Şeyx Cüneydin hakimiyyətinə son qoydular. Şeyx Cüneyd öldürüldü. Şeyx Cüneyddən sonra hakimiyyətə gələcək Şeyx Heydər. Şeyx Cüneyddən sonra hakimiyyətə gələcək Şeyx Heydər. Şeyx Heydərin dövründə bəs nələr baş verdi? Şeyx Heydər hakimiyyətdə olacaq 1460-dan 88-ə qədər. Bu aralıqda nələr olacaq? Birinci, Şeyx Heydər hakimiyyətə gələndə Şeyx Heydər Ağqoyunlularla dostluq münasibətləri yaratmışdı. Yəni Şeyx Cüneyd kimi onun da Ağqoyunlularla qohumluq əlaqəsi var. Yəni Şeyx Cüneyd Uzun Həsənin bacısı ilə evlənmişdi Xədicə bəyimlə. Bu Aləmşah bəyimlə evlənir Uzun Həsənin qızı ilə. Hansı ki sonradan İsmail dünyaya gələcək, Səfəvilər dövlətinin əsasını qoyacaq, yəni də oralara da gələcək. Deməli, Şeyx Heydər birinci Ağqoyunlularla Uzun Həsənlə qohumluq əlaqələrini yaratdı. Sonra onlarla bir yerdə 1468-69-cu ildə Teymurilərlə mübarizə apardılar. Yəni bu Teymuri Əbu Səidi Muğanda mühasirəyə alanda Uzun Həsən
onun müttəfiqi həmin bu Şeyx Heydər olmuşdu. Teymuriləri məğlub elədilər. Elə ondan bir il sonra 1470-də bunu Səfəvi taxtına oturtdu. Səfəvi ordeninin başına oturdur Uzun Həsən. Yəni onun vasitəsilə burada artıq Səfəvi taxtına oturmuş olur rəsmi şəkildə Şeyx Heydər. Şeyx Heydər dövləti artıq hərbi qayda, yəni o Ərdəbil hakimliyini artıq hərbi qaydada qurmağa başlayır. Yəni bu vaxta qədər dini bir qurum idi. İndi artıq hərbi qaydada qurmağa başlayır və onlar hətta 12 imamın şərəfinə başlarına 12 rəngli bir çalma bağlayırdılar. Ona görə də onları Şeyx Heydərin dövründən etibarən qızılbaşlar adlandırmağa başlayırlar. 2025-ci ilin MİQ imtahanında bir sual var idi. Yəni həmin sualda məhz bu çaşdırıcı məqam orada salınmışdı ki, Şeyx Cüneydin dövrünə gətirib qızılbaş ifadəsi salmışdılar. Bu orada çaşdırıcı bir məqam idi. Çünki Şeyx Cüneydin dövründə qızılbaş ifadəsi yoxdur. Yəni Şeyx Heydərdən əvvəl biz qızılbaş işlədə bilmərik. Şeyx Heydərdən sonra artıq biz Səfəvilərə eyni zamanda qızılbaşlar da deyə bilirik. Sonra Şeyx Heydər deməli 1483, 87 və 88-ci illərdə Şimali Qafqaza, Şirvana, bir də Dağıstana yürüşlər etdi 3 dəfə. Və onun bu yürüşlərindən sonra Şirvanşah hökmdarı kim idi? Fərrux Yasar bu dövrdə. Eyni zamanda Ağqoyunlularda da bu dövrdə hakimiyyət dəyişmişdi. Yəni Uzun Həsəndən sonra hakimiyyətə gəlmişdi Yaqub Padşah. Baxmayaraq ki, Uzun Həsən Səfəvilərlə dostluq münasibəti var idi, qohumluq əlaqəsi var idi. Amma Yaqub Paşa əksinə Səfəvilərin nüfuzundan qorxur və o ondan istifadə eləyərək Fərrux Yasarla birləşir. Deməli 1488-ci ildə Şahdağ döyüşündə həmin bu Şeyx Heydəri öldürdülər. Şeyx Heydər öldü. Şeyx Heydərdən sonra bunun 3 oğlu var. İbrahimdir, İsmaildir, bir də Sultan Əlidir. Bunun 3 oğlunu İstəxir qalasında həbs edirlər, əsir götürürlər İstəxir qalasına. Orada bir müddətdən sonra İbrahim ölür. Qalır Sultan Əli ilə İsmail. İsmailin yaşı azdır. Yəni o dövrdə zaten hakimiyyət idarə edə bilməzdi. Zaten bu 14 yaşında dövlət yaradıb. Yəni bir də düşünün həmin dövrdə bunun neçə yaşı var idi. Yəni ona görə də 1488-də, yəni onun az yaşı olduğuna görə bu belə qalır yerdə bir dənə Sultan Əli. İndi bu Sultan Əli də əslində qalır 4 il həbsdə. Yəni 1488-dən 92-yə kimi ümumiyyətlə bunlar həbsdədirlər. Yəni əsir vəziyyətindədir İstəxir qalasında. Sonra 1492-də Ağqoyunluda hakimiyyətə gələcək Rüstəm Mirzə. Rüstəm Mirzə deməli 1492-də gedib bu qardaşları oradan azad eləyəcək. Azad eləyəcək və Səfəvilərdə hakimiyyətə gətirəcək Sultan Əlini. Sultan Əli gəldi hakimiyyətə Səfəvilərdə. Amma 1494-də, yəni çox çəkməyəcək, 1494-də artıq Rüstəm görəcək ki, yox, Sultan Əli hakimiyyətə gəlir və öz hakimiyyətinin nüfuzunu möhkəmləndirir yavaş-yavaş. Rüstəm Mirzə bundan qorxuya düşür və 1494-də Şəməsi döyüşündə bunu öldürürlər. 1494 Şəməsi döyüşündə Sultan Əli də getdi hakimiyyətdən. İndi Səfəvilərdən bir nəfər qalıb. O da İsmaildir. Yəni, ya o bu hakimiyyəti davam elətdirəcək, ya da ki, indi onu da öldürüb aradan götürəcəklər. Ona görə də İsmaili nə edirlər? Gizlədirlər. Harada gizlədirlər? Birinci, əslində, yəni bu Sultan Əlinin hakimiyyəti dövründə İsmail Ərdəbildədir. Rahat şəkildə Ərdəbildədir. Elə ki, Şəməsi döyüşü oldu. Şəməsi döyüşündə Sultan Əlini öldürdülər. Qaldı bir dənə İsmail. İsmail qalanda bu qaçır. Yəni qaçır deyəndə, yəni bunu aparırlar Rəşid şəhərinə. Rəşiddən aparırlar Lahicana, yəni Gilana. 6 il müddətində qalır orada. Yəni gizli saxlayırlar orada. Elə ki, artıq 15-ci əsrin sonlarında Ağqoyunluda mərkəzi hakimiyyət zəifləyir. Yəni həmin dövr düşür hardasa Gödək Əhmədin dövrünə. Gödək Əhməddən sonra dövlət parçalanmışdı 2 yerə. Murad Mirzə, Əlvənd Mirzə. Nəysə, yəni bunların hakimiyyət dövründə artıq 15-ci əsrdə bunlar zəifləyiblər. Və həmin dövrdə artıq gətirdilər İsmaili. 6 ildən sonra gətirdilər. 1499-da təzədən bu gəldi Ərdəbilə. Sonra bu Ərdəbildən özünə tərəfdar toplamaq üçün gedir Anadoluya. Ərzurumda bir dənə
müşavirə keçirir. Ərzurum müşavirəsi. Daha doğrusu Ərzincan müşavirəsi. Ərzurum nə idi? Ərzincan müşavirəsi keçirir. Və həmin o Ərzincan müşavirəsində bunlar bir dənə qərar verirlər ki, əsas qərarları nə idi? Dediyimiz kimi Ağqoyunlu zaten zəifləmişdi və Azərbaycanda, yəni onların hakimiyyətinə mane ola biləcək yeganə qüvvə Şirvanşahlar idi demək olar ki. Ona görə Ərzincan müşavirəsində 1500-cü ildə bunlar qərarı alırlar ki, biz Şirvanşahların üzərinə birinci yürüş eləyək. Ona görə də 1500-cü ildə Şirvanşahlarla bunların arasında Cabanı döyüşü baş verir. Cabanı döyüşündə həmin o Fərrux Yasar öldürülür. Fərrux Yasar öldürüldü. Sonra 1501-ci ildə bunlar getdilər Bakıya. Çünki Şirvanşahların paytaxtı Bakı idi. Yəni Cabanı döyüşündən sonra Şamaxını tutdular. Fərrux Yasar öldürüldü, Şamaxını tutdular. 1501-də getdilər Bakıya. Bakıda Şirvanşahların xəzinəsini ələ keçirdilər. Gülüstan qalasını mühasirəyə aldılar. Bunlar Gülüstan qalasını mühasirəyə alanda digər tərəfdən Ağqoyunlular Səfəvilər üzərinə yürüşə hazırlaşır. Əlvənd Mirzənin başçılığı ilə. Bu zaman İsmail öz qoşunlarına, Qızılbaşlara deyir ki, sizə Gülüstan qalası lazımdır, yoxsa bütöv Azərbaycan, yəni bunlar Gülüstanın müdafiəsində olanda o tərəfdən Ağqoyunlular gəlir. Yəni demək istəyir ki, Gülüstanın müdafiəsini, bu mühasirəsini dayandıraq, gedək öz dövlətimizi qorumağa təbii ki və deməli Qızılbaşlar da təbii ki Azərbaycanı seçirlər. Ona görə də gedirlər, nə edirlər? 1501-ci ildə Şərur döyüşündə, deməli 1501-ci ilin ortalarında Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzəni məğlub edirlər və Ağqoyunluların birinci qoluna son qoyulmuş olur. Bura qədər danışdığımız bütün hadisələr aiddir Ərdəbil hakimliyinə və yaxud da Səfəvi hakimliyinə, Qızılbaş hakimliyinə, Səfəvilərə. Yəni, dövlət ifadəsi heç bir halda işlənmir burada. Testdə dövlət sözünü görsək, elə birinci bu variantları çıxırıq. Şərur döyüşünü görsək, Cabanını görsək, nə bilim, Şahdağ, Şəməsi döyüşü, sonra Samur çay sahilində döyüşü. Bunların heç biri Səfəvi dövlətinə aid deyil. Və nəbadə Şərur və Cabanı döyüşləri Şah İsmaila aid deyil. Çünki yəni Səfəvi dövləti yoxdursa, İsmail də şah deyil təbii ki. Şeyx İsmaila aiddir. Yəni Şeyx İsmaila aid eləyə bilərik, amma Şah İsmaila aid deyil. Bunu dəfələrlə dönə-dönə deyirəm ki, testdə gedib səhv yazmayın. Bu belə. Artıq Ərdəbil hakimliyini aradan götürdük. İndi danışacağıq nədən? İndi danışacağıq Səfəvilər dövlətindən. Səfəvilər dövləti yarandı 1501-in payızında. Yəni payızı sözünü ona görə deyirəm ki, bir də o Şərur döyüşünü bura aid eləməyək. Şərur yazındadır. Ortalarındadır hardasa 1501-in. Deməli 1501-in payızında yarandı, ta ki 1736-ya qədər də mövcud olacaq. İndi Səfəvilər dövlətində nələr baş vermişdi? Bir-bir, yəni dövlətin dövründən danışaq. Dövləti yaratdı kim? Birinci İsmail. Ədəbiyyatdan da bilirik, Şah İsmail Xətai əsərləri də var. Çünki eyni zamanda dövlət xadimi olmaqla yanaşı şair də olmuşdu. Hətta əsas dil türk dili idi. Və bütün saray yazışmaları, eyni zamanda onun yazdığı əsərlərin də əksəriyyəti türk dilində idi. Belə, yəni 1-ci İsmailin dövründə dövlət yarandı. Bu 1-ci İsmail dövləti yaradandan sonra nə elədi? Paytaxt olur Təbriz. Ta ki 1555-ə qədər paytaxt Təbriz olacaq. 1501-dən 1555-ə qədər paytaxt Təbrizdir. Və bunun dövründə nələr oldu? Deməli, 1503-cü ildə Ağqoyunluların ikinci qoluna da son qoyuldu Alma bulağı döyüşündə. Yəni Həmadan yaxınlığında da deyə bilərik, Alma bulağı döyüşdə deyə bilərik. Bu döyüşdə Ağqoyunlulara tamamilə son qoyuldu. Sonra 1510-cu ildə deməli Mərv döyüşü baş verdi. Kimlərlə? Şeybanilərlə. Şeybani ilə Mərv döyüşü baş verəndə burada Xorasan da daxil olmaqla Amudəryadan Fərat çayına qədər olan bütün ərazilər birləşdirildi Səfəvilərin tərkibinə. Ora qədər zaten bir çox ərazilər tutmuşdu. Dağıstandır, nə bilim Ərəb İraqıdır,
daha sonra Şirvandı. Bu ərazilər tutmuşdu. 1510-cu ildə isə deməli Mərv döyüşündə Şeybaniləri məğlub edib Xorasanı tutdu və Xorasan da daxil olmaqla Amudəryadan Fərat çayına qədər olan ərazilər qatıldı Səfəvilərin tərkibinə. Daha sonra 1510-cu ildə artıq Səfəvilər oldu imperiya. Yəni Səfəvilər dövləti imperatorluğa çevrildi. Ondan sonra 1510-cu ildə elə Mərv döyüşündən sonra Şirvanşahlarla Şəki hakimliyini də özünə tabe etdi. Yəni tabe etməsi var. Biri var onların süquta uğradılması, tamamilə birləşdirilməsi. O təhmasibdədir. Amma tabe edilməsi, aslı vəziyyətə salınması İsmailin da dövrünə deyə bilərik. Ondan sonra bu neylədir? Deməli, Şirvanşahla Şəki hakimliyini də yazaq bura. Şirvanşah, Şəki hakimliyi. Sonra Səfəvilər, deməli, İsmailin dövründə digər bir tərəfdən də Osmanlılar, yəni bu Səfəvilərin hakimiyyətinin möhkəmlənməsindən qorxaraq, bunlarla başlamaq istəyirlər müharibəyə. Amma əslində, yəni Səfəvi, yəni İsmail 2-ci Bəyazidlə dostluq münasibəti yaratmışdı. Yəni 2-ci Bəyazid olanda Osmanlıda hakimiyyətdə, 2-ci Bəyazidlə bunların münasibətləri yaxşıdır. Və hətta bu zaman Ağqoyunluda da Yaqub padşahın da dövründə, yəni 2-ci Bəyazidlə münasibətlər yaxşıdır. Amma elə ki 2-ci Bəyazid getdi, hakimiyyətə gəldi 1-ci Səlim. 1-ci Səlim hakimiyyətdə olub 1512-dən 20-yə qədər. 1-ci Səlim elə ki gəldi hakimiyyətə, bu 1-ci Səlimlə İsmailin arasında baş verir 1-ci Səfəvi Osmanlı müharibəsi. Yəni başlayır artıq. Nə ilə başlayır? 1514 Çaldıran döyüşü ilə. İndi bu Çaldıran döyüşünə qədər müharibə necə başladı, niyə başladı bundan danışaq. Ümumiyyətlə Osmanlılar o dövrdə şərqə gedən ticarət yollarını ələ keçirmək istəyirdilər. Eyni zamanda Şərqi Anadoluda Səfəvilərin möhkəmlənməsini istəmirdilər. Yəni Şərqi Anadolunu özləri tutmaq istəyirdilər. Bu məqsədlə müharibəyə başlayırlar və amma müharibəyə bir dini don geyindirirlər. Çünki həmin dövrdə Səfəvilər Şiə məzhəblidir, Osmanlılar Sünni məzhəblidir və ona bir dini don geyindirirlər ki, yəni din xadimlərinin əli ilə Səfəvilərə qarşı üsyan qaldırmaq istəyir Osmanlılar, Səlim. Beləliklə, yəni buna bir dini don da geyindirirlər, amma əsas məqsədləri dediyimiz kimi, yəni siyasi məqsədlərdir. Ərazilər işğal etmək, ticarət yollarını ələ keçirmək. Daha sonra 1-ci Səlim neynədi bunun üçün? Venesiya ilə əlaqələr yaratdı. Yəni hətta məktublar göndərdi ora. Amma 1-ci İsmail özü də Venesiyaya, Roma papasına məktublar göndərdi. Eyni zamanda 1514-cü ildə, daha doğrusu 1510-cu ildə Portuqaliya ilə də bu əlaqələr yaratdı. Necə yaratdı? İran körfəzini verdi Portuqaliyaya. Bunun yəni sayəsində də Portuqaliya İran körfəzi, yəni Hörmüz boğazı vasitəsilə nə etməli idi? Səfəvilərə odlu silah və mütəxəssis göndərməli idi. Amma Portuqaliya verdiyi vədi yerinə yetirmədi. Bununla da Səfəvilər Hind okeanına çıxışını itirdilər. Yəni Hörmüz qaldı Portuqaliyada. Nə Portuqaliya bura odlu silah yardımı etmədi, həm də Hind okeanına da çıxışını itirmiş oldu. Ta ki 1-ci Abbasın dövrünə qədər Hörmüz boğazda qalacaq Portuqaliyada. Belə, Portuqaliyaya verdiyi vədi yerinə yetirmədi. Eyni ilə Venesiyanın Uzun Həsənə verdiyi vədi yerinə yetirmədiyi kimi. Və burada da 1514 Çaldıran döyüşündə, yəni bu səbəbdən də məhz Osmanlılar qalib gəldilər. Çünki Osmanlıların odlu silahı var idi, amma Səfəvilərin yox idi. Və burada deməli, amma yəni bunu Çaldıran döyüşündə qalib gələndən sonra bunlar Təbrizi tutdular. Təbrizi tutsalar da burada möhkəmlənmədilər. Nəyə görə möhkəmlənmədilər? Çünki həm deməli Qızılbaşların qiyamından qorxur Səlim. Eyni zamanda Yeniçərilər Səlimə bir məktub yazmışlar, yəni ərizə yazmışdılar ki, Yeniçərilərin ərizəsində bu öz əksini tapmışdı ki, Yeniçərilər Səlimə bildirirlər ki, yəni bizim vuruşduğumuz qarşı tərəf də müsəlmanlardır da, biz nəyə görə onlarla savaşmalıyıq? Ona görə onlar da öz etirazını bildirir və buna görə də bu Təbrizi tutsa da orada möhkəmlənə bilmir. Sadəcə Təbrizdən bəzi sənətkarları, hətta 10 mindən çox sənətkarı Təbrizdən aparır paytaxt İstanbula. Bunu biz eyni ilə Monqolların ikinci yürüşündən sonra Monqollara və Əmir Teymurun yürüşündən sonra Teymura da aid edə bilərik. Onlar da yəni buradan
sənətkarları götürüb aparmışdılar öz paytaxtlarına. Yəni Monqollar Qaraqoruma, Teymurilər də Səmərqəndə, Osmanlılar da İstanbula apardılar. Və bəs bu yürüşün nəticəsi nə oldu? Osmanlılar nə əldə etdilər? Cənub-Şərqi Anadolunu, Cənub-Şərqi Anadolu, Mosula qədər olan Cənub-Şərqi Anadolu ərazisini ələ keçirdilər. Bu belə. 1514-də Səlimlə deməli Çaldıran döyüşündə qalib gəldi, Cənub-Şərqi Anadolunu ələ keçirdi. Amma 1520-də Səlim hakimiyyətdən gedəcək. 1520-də Səlim getdi hakimiyyətdən. 1524-də də İsmayıl getdi. 1501, 1524. 1524-də də İsmayıl getdi hakimiyyətdən. Yeni, artıq hər iki dövlətdə yeni hökmdar gəlib hakimiyyətə. Bəs bu yeni hökmdarlar kimlərdir? Deməli, Səfəvilərdə hakimiyyətə gəlir 1-ci Təhmasib, Osmanlıda isə hakimiyyətə gəlir Sultan Süleyman Qanuni. Birinci Təhmasib oldu hakimiyyətdə 1524-dən 76-ya qədər 52 il hakimiyyətdə olub. Ən çox yəni hakimiyyətdə olan Səfəvi hökmdarıdır. Sultan Süleyman isə 1520-dən ta ki 66-ya qədər olacaq hakimiyyətdə. Yəni Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsi bunların dövründə yekunlaşacaq. Başladı deməli İsmayılla Səlimin dövründə, aralarında bir dənə döyüş olub, Çaldıran döyüşü. Qalan bütün müharibələr bunların dövründə davam eləyəcək. Deməli, necə davam eləyəcək? Deməli, 1524-də Təhmasib gəldi hakimiyyətə. Təhmasib hakimiyyətə gələndə bunun cəmi 10 yaşı var. Hakimiyyəti idarə edə bilməzdi təbii ki. Ona görə mərkəzi hakimiyyət zəif idi. Amma yəni üstündən bir neçə ay keçəndən sonra, Təhmasib artıq böyüyəndən sonra, yəni artıq hakimiyyəti gücləndirməyə başlayır və hətta 1534-cü ildə Şeybanilərin Xorasanda qiyamı olur. Yəni Özbək yazaq, Özbəklərin Xorasanda qiyamı olur. Və həmin bu Təhmasib gedir Xorasandakı qiyamı yatırmağa. Bu Xorasandakı qiyamı yatırmağa gedərkən buradan da Süleyman eşidir ki, yəni Təhmasib ölkədə yoxdur, gedib qiyamı yatırmağa. Ona görə də bundan istifadə edib Süleyman nə edir? Birinci yürüşünü edir Azərbaycana. Yəni Səfəvilər üzərində birinci yürüşünü edir 1534-də. Təbrizi tuturmu? Tutur. Amma möhkəmlənə bilmir. Niyə möhkəmlənə bilmir? Çünki Təhmasibin, ümumiyyətlə Süleymanın bütün yürüşlərində istifadə etdiyi bir dənə taktika var idi. Yandırılmış torpaq taktikası. Bu da nə idi? Yəni düşmənin əlinə keçə biləcək nə var idisə, düşmən gəlməmişdən öncə yandırırdılar. Əhalini köçürürdülər başqa yerə və həmin ərazidə nə var idisə, hamısı otlaq sahələridir, yəni su varma sistemləridir, su sistemləridir, nəsə. Yəni bunların hamısını, ərzaq deyən hamısını yandırırlar. Yandırılmış torpaq taktikası deyilir buna. Yadımızda qalsın ki, bir dənə ora əlaqə yaradaq. Birinci İstiqlaliyyət müharibəsində, yəni 1775-83-cü illərdə Amerikada da İngiltərəyə qarşı yandırılmış torpaq taktikasından istifadə olunub. Nəsə, belə qaydaq bura. Deməli, 1534-də bunlar Təbrizi tutdular, amma ərzaq çatışmazlığı üzündən, eyni zamanda qışın yaxınlaşması üzündən geri qayıtdılar. Sonra 1535-də növbəti yürüşünü elədi Süleyman. Növbəti yürüşünü eləyəndə yenə Təbrizi tutdular. Amma tutmaqlarına baxmayaraq, burada da yəni qayıtdılar. Yenə də ərzaq çatışmazlığı, eyni səbəblər, yandırılmış torpaq taktikası, qayıtdılar geri. Bir də birinci yürüşdə, yəni düzdür, Təbrizi tutub, sonra möhkəmlənə bilməyib, geri qayıtsalar da, qayıdarkən Ərəb İraqını tutdular. Yəni Bağdad da daxil olmaqla Ərəb İraqını Osmanlılar tutdular. Yəni bir dənə nailiyyətləri oldu birinci yürüşdə. Ərəb İraqı da ki 1506-8-ci il aralığında İsmayıl tərəfindən tutulmuş ərazilərdən biri idi. Yəni həmin ərazini 1534-də Osmanlılar geri qayıdarkən tutdular. Bu belə. 1535-ci ildə, deməli növbəti yürüşündə yenə Osmanlılar geri qayıtmalı oldular və burada Həmədan döyüşü baş verdi Səfəvlərlə. Həmədanda Osmanlılar məğlubdur, amma Səfəvilər qalib gəliblər. Bu belə. Və buradan geri qayıdandan sonra bunların üçüncü yürüşü bir də olacaq 1548-də. Yəni bu aralıqda görürük ki, böyük bir məsafə var.
Nəyə görə böyük bir məsafə var? Səfəvilər bax bu Həmədan, Osmanlılar bu Həmədan döyüşündə məğlub olandan sonra diqqətlərini yönəltdilər bir müddət Avropaya. Avropada həmin dövrdə, yəni biz bunu ümumi tarixdən bilirik, Habsburqlar sülaləsi var idi. Onlarla mübarizə aparırdılar və ora yönəltmişdilər bir müddət diqqətlərini. Amma bir müddətdən sonra, hansı ki 1538-də bu 1-ci Təhmasib Şirvanşahlar dövlətinə son qoyacaq və Şirvanşahlar dövlətinə son qoyandan sonra orada bəylərbəylik yaradacaq. Qardaşı Əlqas Mirzəni də Şirvan bəylərbəyliyinə hakim bəylərbəy təyin edəcək. Amma bir müddətdən sonra, yəni 1547-də həmin bu Şirvan bəylərbəyi olan Əlqas Mirzə müstəqil hakimiyyət idarə etmək üçün qiyam qaldıracaq. Amma Təhmasib təbii ki, onun qiyamını yatıracaq. Qiyamı yatıranda bu Əlqas Mirzə qaçacaq Osmanlı sarayına, gedəcək Süleymana sığınacaq və Süleymana təhrik eləyəcək ki, növbəti yürüşə gəlsin. Ona görə də 1548-də Süleyman 3-cü dəfə Səfəvilər dövlətinin ərazisinə, yəni bu fürsətdən istifadə edib yürüş eləyəcək. Amma yenə də qayıdacaq geri, çünki yenə də eyni səbəblərdən. Ərzaq çatışmazlığı, səfalət, yəni bu səbəblərlə geri qayıdacaq. Bir də digər ikinci yürüşdə bayaq yadımdan çıxdı demədim. Burada taun xəstəliyi də var idi. Ərzaq çatışmazlığı ilə bərabər taun xəstəliyi də var idi. Taun xəstəliyi eyni zamanda 944 Bərdə faciəsində də Slavyanların Azərbaycanı tərk etməsinin səbəblərindən biri idi. Burada da 1535-də Osmanlının Azərbaycanı tərk etmə səbəblərindən biridir. Deməli 1548-ci ildə bu geri qayıtdı. Geri qayıdandan sonra İsmail Mirzənin başçılığı ilə Səfəvi orduları Osmanlıları bir növ elə ki, təqib eləyərək getdilər, Ərzuruma qədər olan əraziləri tutdular. İsmail Mirzə də kimdir? Təhmasibin böyük oğludur. Hansı ki, bundan sonra hakimiyyətə gələcək 2-ci İsmail. Həmin o 2-ci İsmail, İsmail Mirzədir, Təhmasibin böyük oğludur. Onun başçılığı ilə göndərir qoşunu və sonra 1552-də özü deməli, əks hücuma keçir. Əks hücuma keçməsində səbəbi o idi ki, yəni artıq Osmanlılar yavaş-yavaş irəliləyirdilər axı. Yəni bu yürüşlərin qarşısını bir yerdə almaq lazım idi və Şərqi Anadoluya qədər olan ərazilərin təhlükəsizliyini təmin etmək lazım idi. Ona görə də 1552-də bu əks hücuma keçir və Muşa qədər olan əraziləri tutur. Yəni Şərqi Anadoluya qədər gedib Muşa qədər olan əraziləri tutur. Bu belə. Və son olaraq da 1554-cü ildə yürüş eləyəcəklər Osmanlılar, sonuncu yürüşdür. Burada Buğurt qalası yaxınlığında döyüş baş verəcək. Buğurt qalası yaxınlığında döyüş Səfəvinin qalibiyyəti ilə başa çatacaq. Deməli, bu müharibədə biz 3 dənə döyüş gördük. Çaldıran döyüşü, Həmədan döyüşü, bir də Buğurt döyüşü. Çaldıran döyüşündə Osmanlılar qalib gəliblər. Amma Həmədanla Buğurtda Səfəvilər qalib gəliblər. Deməli, 1554 Buğurt döyüşündə Səfəvilər qalib gəldi. Gedərkən də Süleyman gördü ki, heç aranı ələ keçirə bilmir, Naxçıvanı yandırdı və bundan sonra artıq Azərbaycanı tərk etdilər. 1555-də bunlar arasında imzalandı Amasya sülhü. Amasya sülhünün şərtlərinə görə bütün Azərbaycan, eləcə də Şərqi Gürcüstan